Əslində bunun səbəbi odur ki, o insan müsəlman qanının nə qədər böyük bir qan olduğunu bilmir. Necə yəni bir insan əl atıb bıçağa, əl atıb çanikə qardaşının başına vura bilər, balta götürüb müsəlmanın üzərinə gedə bilər. Vallahi bu şeylərin içinə girəndə görürsən ki, arada olan dünyəvi məsələlərdir. 300 manat, 500 manat və yaxud da deyir mənə filan şey dedi, mən onu həzm eləyə bilmədim, filan şey oldu, mən onu... Qardaş, müsəlmanın qanından söhbət gedir. Hara gedirsən sən? Hə? Hara gedirsən sən? Müsəlmanı öldürməyə gedirsən yəni. Ya artistlik eləyirsən, düzdür? Artistliyi müsəlmana niyə eləyirsən ki? Ya da həqiqətən müsəlmanı öldürməyə gedirsənsə, cəhənnəmin yolundasan, xəbərin yoxdur. Peyğəmbər sallallahu aleyhi və səlləm bir hədisdə deyir ki, məndən sonra bir-birinin boynunu vuran kafirlər kim olmayındır Rasulullah sallallahu aleyhi və səlləm. İmam İbn Qayyim rahimehullah Peyğəmbər sallallahu aleyhi və səlləmin bu hədisi haqqında danışandan sonra çox əzəmətli bir şey deyir. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, kim aman içərisində olan bir kafiri öldürərsə, o kimsə deyir cənnətin qoxusunu almayacaq. Cənnətin qoxusu da deyir 40 illik məsafədən hiss olunur. İmam İbn Qayyim rahimehullah deyir ki, əgər Allah düşməni Allah amanında ikən onu öldürənin cəzası budursa, Allahın müsəlman bəndəsini, Allahın mömin bəndəsini öldürənin cəzası necə olar deyir. Yəni sən təsəvvür elə ki, Allah düşmənini öldürmüsən Allah amanında ikən. Necə ola bilər ki, deyir, bunun cəzası bu ikən, mömin bir qulu öldürməyin deyir, cəzası necə olmasın deyir. Subhanallah, necə böyükdür deyir. Yəni sən təsəvvür elə ki, müminin qanı elə belə bir qan deyil. Hətta Peyğəmbər sallallahu aleyhi və səlləm o pişiyi evin içərisində saxlayıb, onu atsız saxlayıb öldürən qadın haqqında nə dedi? Onu cəhənnəmdə gördüm. Pişik onun üzünü və bədənini cırmaqlayırdı. Yəni bir pişik belə öldürdüyün zaman, onun qanını tökdüyün zaman Allah azza və cəllə səni cəhənnəmə salır və pişik səndən intiqam alır. Müsəlmanın qanı, müsəlman qiyamət günü qanı ilə gələcək. Ya Rabbi, soruş ondan məni niyə qətlə yetirdi? Ya Rabbi, soruş ondan məni niyə öldürdü? Necə çıxa bilərsən bunun altından? Subhanallah. Sən başa düşürsən nə edirsən? Cəhənnəmə gedirsən. Sən onu öldürməyə getmirsən. Sən cəhənnəmə gedirsən. Hətta Peyğəmbər sallallahu aleyhi və səlləm nə dedi? Öldürən də, öldürülən də, əgər 2 nəfər də savaşa gəlibsə, öldürən də, öldürülən də cəhənnəmdədir deyir. Niyə ya Rasulullah? Öldürəni başa düşdük, öldürülən niyə? O da qardaşını öldürməyə həris idi deyir. Yəni sən təsəvvür edirsən bu necə böyük bir şeydir. Sən müsəlmanı gedirsən öldürməyə. Müsəlman 2 nəfər bir-birinə bıçaq çıxardır. 2 nəfər deyir ki, çəkil deyir, onun başını qopardım. Müsəlmanın başı sənin üçün sərçə başıdır yəni. Müsəlmanı vallahi başa düşməyib dini. Abdullah İbn Ömər Kəbənin yanında dayanır, deyir ki, ey Kəbə, sən nə qədər əzəmətlisən deyir. Sənin toxunulmamazlığın nə qədər böyükdür deyir. Amma deyir, bil ki deyir, bir müminin qanı sənin toxunulmamazlığından daha çox toxunulmamazlı deyir. Subhanallah, müminin qanı deyir, Kəbədən daha çox toxunulmamazlığı var. Subhanallah, sən bunu bildiyin halda müsəlmanı öldürməyə gedirsən yəni. Bıçaq götürüb müsəlmanın üzərinə gedirsən yəni. İndi bu çöldəki söhbətlərdir. Adam var, zövcəsini ölümcül döyür. O qadın ölsə, sənin əlin müsəlmanın qanına batdı. Nə olsun ki, sənin zövcəndir? Zövcə kölədir yəni. Kölə olsa belə köləni bu hala, kölənin qanı, müsəlman köləni bu hala salırlar yəni. Subhanallah, necə əcayibdir. İnsan bilmir ki, müsəlman qanı nə deməkdir. İnsan bunu başa düşməyib. Ölümcül şəkildə zövcəsini döyür. Əlinə bıçaq alıb başqa bir müsəlman üzərinə gedir. Qardaş, sən valla cəhənnəmə getmək istəyirsənsə, arzun cəhənnəmdirsə, de ki, ya Rabbi, məni cəhənnəmə daxil et. Sən başa düşürsən cəhənnəm nədir? Sən başa düşürsən ki, bu yol artistlik eləyib hər əlinə bıçaq alanda cəhənnəmin yoluna girirsən sən. Müsəlmanı öldürməyə gedir bu. Kişidir bu. Düzdür? Əlinə bıçaq alır, məclisdə müsəlman, amma bundan qorxsun, müsəlmanı itələyir, gücü var biraz, düzdür? Dəhşətdir bu, buna söz demək olmaz. Mən pulumu yiyəni deyir, mən başını qopardaram. Sahabədə mal ixtilafı etdilər aralarında. Sahabə ilə ticarətində anlaşa bilmədilər. 300 manata görə müsəlmanın qanına əlini batırıb cəhənnəmə gedəcəksən yəni. Dünyalıq bir şey üçün əlini müsəlmanın qanına batıracaqsan yəni. Yəni nə qədər şəriətdə müsəlmanın qanı ilə bağlı şiddətli şeylər varid olub. İbn Abbas kimi sahabə ayə oxuyur, hani haqsız yerə bir canı qıymağın cəzası olaraq əbədi bir cəhənnəm ayəsini oxuyur. İnsanlar təəccüb edirlər. Yəni necə yəni mən sənə tövbə deyirəm, sən mənə bu ayəti oxuyursan? Yəni İbn Abbas durmadan bu ayəti oxuyur. Təsəvvür elə, ehtiyat ediblər onun tövbəsindən danışmağa. Yəni necə qorxulu olub məsələ onların yanında. Necə danışmaq istəməyiblər bu məsələdən. Yəni müsəlmanın qanı elə belə qan deyil vallahi. Yəni necə gəldi sən
götürür bıçağı qaçır müsəlmanın üstünə, baltanı götürür, nə bilim artist edir, stəkan atır, çaniki dir götürdü, vurdu qardaşım. Ya ölsəydi adam, necə yaşayacaqsan? Necə Allahın önünə qiyamət gün gələcək o müsəlman qanı ilə? Ya Rabbi soruş ondan, məni niyə qətlə yetirdi? Məni niyə öldürdü ya Rabbi? Sən hesablaşa bilərsən? Bir kafiri belə öldürdüyün zaman, haqsız yerə aman içərisində olan bir kafiri öldürdüyün zaman Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, o cənnətin qoxusunu almayacaq. Müsəlmanı öldürüb cənnətin qoxusunu ala bilərsən sən? Müsəlmanı qətlə yetirib cənnətin qoxusunu ala bilərsən sən? Allahdan qorxmaq lazımdır. Yəni, sən odla oynayırsan, fərqində deyilsən. Səbəb nədir buna? Bunun səbəbi olmalıdır. Adam cahiliyyədən gəlib. Orada elədir axı, orada gücü olan, pulu olan, orada başqa aləmdən gəlib. Bunların aləmləri var, o aləmdən gəliblər. Bizim aləmdə belə, bizim aləmdə belə, oradan gəlib. Elə bilib ki, burada da o aləmdir. Vallahi burada o aləm deyil. Bu aləmdə Allah və Rasulunun sözündən başqa bütün sözlər rədd edilir. Əgər Allah və Rasulunun sözünə uymursa. Sən aləmin qaldı. Əgər sən hələ o aləmdəsənsə, sən hələ İslamla bax gör, hələ sən İslama girə bilmirsən yoxsa yox. O aləmlə İslamı birləşdirə bilməzsən. Sən o aləmi müsəlmanların arasında tətbiq eləyə bilməzsən, çıxmalısan o aləmdən. Sən müsəlmansan, müsəlman. Peyğəmbər sallallahu aleyhi və səlləmin əshabı Bilal radiyallahu anhuya, Abu Zər radiyallahu anhu deyəndə ki, ey qaranın oğlu, ey zəncinin oğlu, Bilal radiyallahu anhu gəldi, ya Allah Resulü, bu belə-belədir. Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, ey Abu Zər, hələ səndə cahiliyyə var, hələ səndə cahiliyyənin qalıntıları var. Abu Zər radiyallahu anhu neynədi? Üzünü qoydu Bilalın başının ayağının altına, dedi, ey Bilal, haqqını mənə halal edənə qədər məni tapdala, məni əz dedi. Budur əshabın yolu, budur sahabənin yolu, budur iman gətirmiş kişilərin yolu. Sən nəfsin qabaranda nəfsini susturacaqsan. Müsəlmandır. Mən müsəlmanı Allah və Rasulü ilə qorxuda bilərəm, qolumun gücü ilə yox, pulumla yox, maddiyyətimlə yox, ailəmimdə olan sözlərlə yox. Sən o sözlərin batsın. Sən o gücün batsın ki, sən onu müsəlmana sərf edirsən. Sən o ailəmin yerin dibinə batsın ki, sən o ailəmlə müsəlmanların arasında jargonlar istifadə edirsən. O ailəmin batsın sənin. Sən müsəlman ola bilmirsən, sən Allaha təslim ola bilmirsən, buna bax sən. Sən bax gör, hələ müsəlmansan yoxsa yox. O ailəmlə müsəlman ola bilməmsən sən, qardaşım. Sən bax gör, ümumiyyətcə, İslam səni dəyişib yoxsa yox. Sən hələ bax gör, İslam sənin içində olan o küfürləri çıxardıb səni təmizləyib yoxsa yox. Sən buna bax. Nə edirsən gücü göstərməyi? Qolunun gücü var, səndən daha güclüsü var. Sözlər var, səndən daha sözlüsü var. Güclüsən, səndən daha güclüsü var. Sən o güclü müsəlmanların arasında sərf eləyə bilməzsən. Allahdan qorx, qardaşların arasına gələndə fəqir olaraq gəl. Sən heç kimsən. Sən möhtac bir qulsan. Sən aciz bir qulsan. Vallahi insan gedir, başı güzgüyə dəyir, əli ayağı iflic olur. Elədir yoxsa yox. İnsan oturur, səhər-səhər durur ki, ağzı düz idi, indi ağzı sağdadır. Əli tutmur, ayağı tutmur. Sənə gücü verən Allahdır. Sənə Allah o gücü verməyib ki, müsəlmanlara sərf eləyəsən. Sənə Allah o gücü verməyib ki, 200 manat aranda ixtilaf düşəndə deyəsən ki, bizim aləmdə, bizim bilməm şəraitdə heç kim mənim 200 manatımı yeyə bilməz, başını qopardaram. Müsəlmanı? Bırax müsəlmanı. Peyğəmbər sallallahu aleyhi və səlləm aman içərisində olan kafirə bunu eləyənə cənnətin qoxusunu almayacaq deyir. Sən cənnət üçün yaşamırsan, sən cəhənnəmdən qorxmursan yəni, sən Allahdan qorxmursan yəni, Subhanallah, musibədir vallahi, musibə. Görə biz bu insanlara deyirik ki, Allahdan qorx. Özünü islah etməmiş müsəlmanların arasına gəlmə. Öz gücünü, qolunun gücünü zəif qadına göstərən, uşağa göstərən, zəif müsəlmanların arasında artistlik eləyən insanlar var. Ehtiyac yoxdur sənin gücünə. Ehtiyac yoxdur sənin ümumiyyətcə müsəlmanların arasına gəlməyinə, müsəlmanların ehtiyacı yoxdur. Sən heç kimsən. Zəif müsəlmanlar səndən daha xeyirlidir sənin bu halında. O müsəlman daha xeyirlidir ki, o müsəlman o gücünü müsəlmanlara göstərmir. O müsəlman o gücünü zəif olan insanlara göstərmir. Vallahi belə insanları Allah Azza və Cəllə elə yerdə rəzil edir ki, görmüşük, şahid olmuşuq, şahid olmuşuz vallahi. Yeşə-yeşə danışır müsəlmanların arasında zəif müsəlmanların arasında güc göstərir. Onunla güclü, hətta qeyri-müsəlman gəlib qulağından tutanda vallahi titriyir. Özünü itirir. Başqa aləm gözündə böyütdüyü aləmdən bir dostu gəlib onu götürüb aparanda titriyir, bükülür, 2 qat olur. Zəlil insan, miskin insan, bədbəxt insan. Allah səni zəlil eləyir, xəbərin yoxdur. Evdə zəif qadına əl qaldırıb çölə çıxır, Allah onu başqalarının önündə rəzil eləyir. Təsəvvür elə, adam evdə zövcəsini döyür, ağzı qan, üzü qan, əlindən telefonu alıb, evə bağlayıb. Allah Azza və Cəllə başqa birisini ona musallat edir. Evdən çıxır, adamı götürüb aparırlar. Vallahi. Adam çıxır, gedir, 2 qat olur, bükülür orada. Ağıl sahibi düşünməlidir ki, subhanallah, neynədim mən, başıma bu gəldi.
özümdən zəif olanı əzdim, Allah da məni bir başqasının əli ilə əzdi, yəni. İndi mən 2 qat olmuşam, bükülmüşəm. Qaldır indi əl görüm qaldıra bilirsən yoxsa yox. Qışqır indi. Dağıd indi dağıda bilirsən yoxsa yox. Allahın zəif bəndələrinə güc göstərirsən. Qarşılıq əməlin cinsinə görədir. Sən başqasına zülm edirsən, başqa birisi də sənə zülm edir. Ona görə Allahın qullarına mərhəmətli olmaq lazımdır. Xüsusən insan səndən zəifdirsə. Baxırsan adam 2 metr boyu var. Qolu qarşındakının başı boydadır, subhanallah. Üzərinə gəlir. Allahdan qorxmursan sən. Anladıqda sən bir şillə vursan adam öləcək yəni. Hara gəlirsən yəni? 2 metr səndən daha böyük olan üzərinə get. Görüm gedə bilirsən yoxsa yox. Allahdan qorxmaq lazımdır. Allahın zəif qullarına, Allahın zəif bəndələrinin üzərinə getmək olmaz. Qadın da bunlardan biridir. Yəni heç necə ola bilər ki, qadın sən ona vurduğun kimi sənə vura bilmir. Sən ona söydüyün kimi səni söyə bilmir. Sən onun valideynlərini təhqir elədiyin kimi sənin valideynlərini təhqir eləyə bilmir. Allahdan qorxmursan sən. Qorxmursan ki, Allah səndən daha güclü birisini sən evdən çıxdığın andan Allah Azza və Cəllə səni ona təslim edər və gedərsən onun önündə oturarsan, valideynlərini də təhqir eləyər, səni də təhqir eləyər, 2 qat olub bükülərsən, vurar da, söyər də, deyil yəni, subhanallah. Sən Allahın zəif qullarına zülm edirsən, səndən zəif olanlara əziyyət eləyirsən. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, kim bir müsəlmana əziyyət edərsə, Allah da ona əziyyət edər. Kim bir müsəlmana əziyyət edərsə, Allah da ona əziyyət edər. Sənin bir zəif bəndəyə əziyyət etməyinlə Allahın sənə əziyyət etməyi eyni ola bilər. Allahdan qorxmaq lazımdır. Xüsusən qadına əl qaldıranlar, xüsusən özündən zəif müsəlmanlara əl qaldıranlar, ölümcül döyənlər. Biri vardı, danışırdı, deyir, mən vuranda deyir, zövcə durmur. Sən subhanallah, bədbəxtsən sən. Sən o özündən, o şillə ki vurursan 3 gün durmur, sən özündən onu güclüyə vur. Vur görək, vura biləcəksən yoxsa yox. Gün gəlir Allah beləsini zəlil eləyir. Gün gəlir Allah beləsini rüsva eləyir. İzzətli olması gerəkən yerdə zəlil duruma düşür. Sən Allahın bəndələrinə zülm edirsən. Sən Allahın zəif bəndələrinə zülm edirsən. Allahdan qorxmaq lazımdır. O gücü sənə verən Allahdır. Bir gecə yatarsan, səhər qalxarsan ki, dünən döydüyün zövcəyə möhtacsan. Altına batırırsan, üzr istəyirəm. Səni təmizləyən o zövcədir. Bir gecə yatdın, qalxdın ki, əl-ayaq işləmir. Qalxa bilmirsən, yerinə batırmısan. Möhtacsan kimə? Dünən zülm elədiyin o qadına, o uşağa. İnsan gələ Allahdan qorxsun. İnsan gələ həyalı olsun. İnsan gələ təvazükar olsun. İnsan gələ İslam gələ insanı dəyişsin. Baxırsan ki, İslam dəyişməyib bunu. Cahiliyyədə elədiyi artistlikləri müsəlman olandan sonra da eləmək istəyir. Allahdan qorx. Allah səni bir gecə rəzil eləyər. Allah səni bir gecə rüsva eləyər. O qalxıb vurduğun zövcə əlin tuta bilməz su istəməyə, onun gözünün sizinə necə baxacaqsan? Necə baxacaqsan ona ki, mən sənə zülm eləyirdim, sən mənə indi yardım edirsən? İnsan gələ Allahdan qorxsun. Bugünün sabahı var. Heç bir zalım əməlinin qarşılığını almadan qalmayacaq. İstər bu dünyada, istər axirətdə. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, zülüm qiyamət günü qaranlıqdır. Zülüm qiyamət günü zülümətdir. Zülümət düşün, qaranlıq. Heç kim yoxdur. Tərk edilmisən zülümətin içərisində. Zülüm dünyada da, axirətdə də insana mütləq onun qarşılığı gəlir. Belə insanlara nəsihət edirik. Allahdan qorxun. Gücünüzü zövcələrinizə, övladlarınıza, adam uşağının saçından tutur qaldırır, subhanallah. Sən bunu başqasına eləyə bilərsən, sən bunu özündən güclüyə eləyə bilərsən, uşaqdır, sənin gücü çatmır, saçından tutur qaldırır, subhanallah. Vurur uşağı, vurur zövcəsini, vurur özündən zəif olan, arıq olan, 30 kilo müsəlmandır, gəlir onu vurur. 120 kilo, 130 kilo adam. Neynirsən? Ged 200 kiloluq adamı vur görün, vura bilirsən yoxsa yox. Allahdan qorx. Allahdan qorxmaq lazımdır. Gün gələcək, Allah yerləri dəyişəcək. Bugün sən zalımsan, sabah Allah başqa bir zalımı sənə musallat eləyəndə anlayacaqsan, amma o zaman anlamağın nə faydası?